Bu şəhər sabahın, ümidin və gülüşlərin şəhəridir. Burada uşaqlar sevinir, hər kəs gələcəyə inamla baxır. Çünki bu torpaq azadlığın nəfəs aldığı torpaqdır. Bu uşaqlar sabahın işığıdır. Onlar gələcəyin elmidir, nurudur. Hər baxışda, hər təbəssümdə bir ümid gizlənir. Amma bir gün bu sükutu güllə səsləri pozdu. Qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatına başlaması barədə qərar verilir. Vətən yenə sınandı, amma bu dəfə daha güclü, daha inamlı ayağa qalxdı. Gülüşün, təbəssümün yerini qorxu, səssizlik aldı. Əziz Şuşa, sən azadsan. Və o gün gəldi, Şuşa azad oldu. Xankəndidə üç rəngli bayrağımız dalğalandı. Zəfər çaldıq, çünki xalq, ordu, vətən yumruq kimi bir oldu. Bugün uşaqlar yenə gülür. Bu gülüşlər şəhidlərin ruhuna ən gözəl cavabdır. Zəfər günü, Azərbaycanın qürur günüdür. Qarabağ Azərbaycandır.